testdən davam edirik. 16-cı testdə bizdən possessive case ilə bağlı, yəni ismin yerli halı ilə bağlı səhv seçim istəyir, səhv variant istəyir. The crowd became more and more excited as the premier's motorcade approached. Premier indi kimdir? Nazirdir də. Nazirin motor karvanı yaxınlaşdıqca izdiham getdikcə daha çox həyəcanlanırdı. Deməli burada səhv istəyir. Premier canlıdır və apostrof s götürüb özündən sonraki ismi də özünə aid olan ismi yanındadır. Düzdür. The two girls never argued with each other. Burada yerli hal yoxdur. They even wore each other's clothes. Biz əvəzlik bölməsində deyəcəyik. Each other, one another apostrof s götürüb yerli hala düşə bilir. Əsas şərtimiz odur ki, onların isimləri yanında olsun. Çünki onlar müstəqil olmur da, asılı yerli halında olur. Each other's clothes. Sonra bu da düzdür deməli. C variantı, a personality test is used to evaluate an individual's personal characteristics. Əslində səhv cavab C variantı olacaq. Çünki biz personality test deyirik. Şəxsiyyət belirləmə testi analizi deyək də. Bu apostrof s-siz işlənir. Personality test bu formada olur. Ona görə cavab C variantı. The integrity of the company computer's network may have been undermined by hackers. Əslində burada belə bir şey var da. Şirkətin kompüter şəbəkəsi. Bu company's computer network olsaydı əslində daha düzgün olardı. Mən elə düşünürəm. Computer network, kompüter şəbəkəsi onsuz da apostrof s-siz verilir. Amma bu apostrof s burada olmalıydı. A diplomat's work, bir diplomatın işindən söhbət gedir. Bu da düzdür, heç bir problem yoxdur. 17. Which of the option with nouns is wrong? Rəqəmlənmiş hissələrə baxacağıq. Orada harda səhvə yol verilib, onu axtaracağıq. Deməli, burada yesterday was a busy day. I started my morning with a cup of coffee. Burada heç bir səhv yoxdur. Deməli, a cup of coffee düzdür, cupın artikılıdır, yanındadır. Sonra day sayılan isimdə artikılı var yanında. Later I went to the market to buy some fresh vegetables. Vegetable sayılan isimdir, samdan işlənib, düzdür. While shopping I also picked up a little bread. Bread-i cəmləndiribdir. Bax, səhv burada olacaq. Deməli 3-dür bir səhvimiz. Buraya yazaq 3. Sonra in the afternoon I decided to visit the library to borrow a few books and magazines. Bir neçə kitab və jurnal götürməyə kitabxanaya gedib, heç bir səhv yoxdur. Before heading home, I stopped by the park to relax on the grass and enjoy the sunshine. Burada da heç bir səhv yoxdur. Biz əsas fikrimizi isimlərə ayırmalıyıq. Artiklı, ismin təbii ki, artiklına da fikir vermək lazımdır. Heç bir səhv yoxdur. When I finally got home, I realized I forgot to buy a rice. Bax, a rice, rice sayılmayan isimdir. Və artiklla işlənməməlidir. Deməli, 6 ilə nömrəliflərdə 6 da səhvdir. Demək ki, burada C variantı doğru cavabdır. C variantı. Sonra, indi buradan baxırıq 18-ci suala. Düzgün cavab istəyir. Demək ki, belə bir qaydamız var. İsim var. Baxın, isim var. Və ismin qarşısında onun təyini var. Əgər təyini defislə verilibsə, cəmlənə bilməz. Yəni, o defisin o tərəfi, bu tərəfi cəmlənməz. Əgər orada rəqəm yoxdursa, burada sri var, məsəl üçün. Sri tipsə aiddir. Trips cəmlənib deyə sri, problem yoxdur. Deməli, burada 3 düzdür. Yenə deyirəm, ismin qarşısında defisli ifadə varsa, o defisli ifadənin heç bir üzvü cəmlənə bilməz. Və rəqəm də var, 3 ədəd, deməli, 4 günlük səyahət, belə tərcümə olunur. İndi defisli olanlar bitdi, keçdi apostroflu olanlara. 4 days trip, 4-dan sonra days cəmlənib, apostrof verilib, bir də düzdür. Trip of 4 day, burada tripə baxacaq. Bir də 4 day-ə baxacaq. 4-dan sonra days cəmlənməli idi. Trip də sayıla bilən tək isimdə artikl lazım idi. 2 deməli səhvdir, 2 səhvdirsə, avtomatik olaraq all of them getdi. Düzlərimiz də var deyən none of them də ola bilməz. Qaldıq 4-də. A 4 days trip. Bir
Bir ədəd səyahətdir, bu düzdür. For-dan sonra days də cəmlənməli idi. Bax, o səhvdir. Days sonra apostrof olmalı idi. Deməli, 4 də səhvdir. Qaldıq 1-dən 3-də. Düzgün cavabımız 1-3. Sonra 19-a baxırsınız. A two-day holiday, bu düzdür. Defisli ifadə var. Heç bir tərəfində cəmlənmə filan yoxdur. Və article holiday-ə aiddir. Deməli, bir düzdür. 2 days holiday. To-dan sonra days cəmlənib, sonra apostrof götürüb, düzdür. Holiday də təkdir, düzdür. 2 days, demdik ki, əgər defis varsa, orada cəmlənmə və ya apostrof ola bilməz. 3 səhvdir. A 2 days holiday, yenə defis varsa, burada cəmlənmə və ya apostrof ola bilməz. 4 də səhvdir. 3-4 səhvdir, 1-2 düzdür. 19-da olacaq cavab A variantı. Yenə eyni şey oldu. Cavab A variantı. Ekranın lap kənarına əl vurmamalıyam. Əlim dəyir. 20-yə baxırıq. Düzgün cavab istəyir və əvvəlcədən bu qaydanı deyək. Əgər biz bir heyvandan məhsulu alırıqsa, o heyvanı öldürmədən məhsul alırıqsa, apostrof S verilməlidir. Məsələn, cow's milk düzdür də, inəkdən süd alanda biz inəyi öldürmürük. Bir düzdür. Əgər öldürürüksə, onda apostrofu götürmürük. Qoyundan yunu alanda qoyunu da öldürmürük. Yəni, ildə bir dəfə qoyunların yunu alınır öldürülmədən. Deməli, 1-3 düzdür. Amma öldürsəydik, məsəl üçün, qoyun əti desəm, nə bilim, quzu kotleti, kababı desəm, mütləq şəkildə öldürülməlidir də. Onda apostrof işlətmirik. Əslində 1-3 düzdür. Amma, indi burada hansı qaydanı göz önündə saxlayıblar? 1-3 məhsul almaq söhbətidir. 2-4 isə 2-4 deməli, burada sadəcə təyindir. Məsələn, südün bir neçə növləri var. Onlardan biri də cow milkdir, inək südüdür. Yəni, elə nəzərdə tutublar ki, bu cow və sheep burada sadəcə təyindir. Klassifikasiyasını verir də. Məsələn, südün növlərindən biri inək südüdür. Dəvə yunu var, qoyun yunu var, it yunu var və s. Ona görə, bəli, it yunu da var. Ona görə 2-4-ü də düz götürüblər. Deməli, olacaq all of them. Amma, yəni, mənə görə mən o qayda ilə razılaşmıram. Yaxşı, 20-də hamısı düz oldu. All of them, cavab Y variantı. Sonra keçdik 21-ə. 21-ə. Uyğun cavab istəyir. Large herd, bu qayda nədir bəs? Bison, bir qrup isimlərimiz var idi ki, deməli, onlar formaca tək olur. Amma təki cəmi eyni olur. Amma tək də ola bilər, cəm də ola bilər. Biz artikeldan filan bilirik. Məsəl üçün, sheep, fish, swine, deer. Elə bison da onlara aid olanlardandır, bizon. Və heç vaxt da S ilə cəmlənmir, bizon. Ona görə biz S olanları atmalıyıq. Konkret, yəni çox asan testdir bu. Cavab 2-4 olmalıdır. O da olacaq C variantı. Deməli, 21 oldu C variantı. Yəni, bunun üstündə baş sındırmağa ya da xüsusi izaha ehtiyac yoxdur. Sonra 22-yə baxırıq. Qrammatik baxımından düz istəyir bizdən. Yenə bax, alınma, roman, Yunan, Latın, roman mənşəli alınma isimlərdir. Bacterium, bacteria, bacterium, bacteria. İndi burada nəyə fikir verəcək? Umla bitən isimlər tək olur. Cəmlənəndə aya çevrilir, olur bakteriya. Bakterium burada təkdir, xəbəri cəmdir, səhvdir. Bakterium təkdir, xəbər də təkdir. Sinks verib amma. Yəni, bakteriya ən kiçik canlı varlıqdır. Ya burada sing deməliyəm, ya da onda bakteriya sinks olacaqsa, biz deyə bilmərik ki, bakteriya ən kiçik canlı varlıqlardır. Sinks cəmdir deyə səhvdir B variantı. C variantında bakteriya cəmdir, xəbəri cəmdir. Sinksə cəm verib düzdür. Burada Z deyə danışır onlardan. Organisms düzdür. Amma nisbə vəzliyin, üzr istəyirəm, qarşısındakı isim cəmdirsə, onun xəbəri də cəm olmalıdır. Consist of olmalıydı. Ona görə C variantı da səhvdir. D-də bacterium təkdir, is xəbər təkdir. Burada sing verib təkdir, amma davam eləyir Z ilə.
Ona görə D variantı da səhvdir. Daha düzgün olardı ki, burada bacteria are the smallest living things olmalıydı. Y variantındaki kimi. They are simple organisms that consist of. Nisbə vəziyyətdən sonraki xəbər də cəmdir. Deməli, Y variantı düz cavabdır. Y variantı. Sonra 23-ə baxırıq. Bizim ortaq yiyəlik hal deyə bir qaydamız var. İndi bu testin üstündə izah eləyəcəm. Əgər iki ismimiz var, ikinciyə apostrof s qoyulubsa, onlara aid isim təkdir və xəbər də təkdirsə, deməli bu ortaqdır. Bu düzdür. Campbell and Robertson's father, Campbell və Robertson'ın atası. İkisi bacı qardaşdır ya da qardaşdır, bilmirəm. Campbell qadın adı, kişi adı yəqin ki. Qardaşdır və onlara aid olan isim ataları təkdir, xəbəri də təkdir, düzdür. Yox, bizdən səhv istəyir də, buna üstə gəl qoyaq. Campbell and Robertson's, hərənin öz apostrofu varsa, hərənin özünə aid isim var. Fathers, xəbər də cəmdir, deməli düzdür. Campbell and Robertson's father. Burada isə əgər hərəsinin, ikisinin bir apostrofu varsa, onlara aid olan isim təkdir, xəbər isə cəmdirsə, deməli 2 nəfərdən söhbət gedir. Biri Campbell'dir, biri də Robertson'ın atasıdır. 2 nəfər var, yerini dəyişə bilərsiniz. Robertson's father and Campbell are engineers. İkisi də engineerdir, biri Campbell'dir, biri Robertson'ın atasıdır. Bu da düzdür. Campbell and Robertson's father, Campbell və Robertson'ın atası. Deməli, Campbell və Robertson'ın atası. Work here, burada işləyir. Atası olsaydı xəbər tək olardı, works here olardı. Deməli, burada da 2 nəfər var. Biri Campbell'dir, biri də Robertson'ın atasıdır. 2 nəfər burada işləyir, deməli düzdür. Qaldı əlimizdə səhv Y variantı yəqin ki. Campbell and Robertson's father ortaqdır, xəbər təkdirsə ortaqdır deməkdir. Amma bir yerdə işləyir. Necə bir, kimdən bir yerdə işləyir? Bax, bu səhvdir. Work together, birlikdə işləyirlər. Məsələn, bu xəbər cəm olsaydı deyərdik ki, bir nəfər Campbell'dır, ikinci də Robertson'ın atasıdır. Bunlar bir yerdə işləyir. Xəbər cəm olmalıydı. Deməli, cavab oldu Y variantı. 24-ə baxırıq. Mother-in-law bizdən düzgün cavab istəyir. Mother-in-law bilirsiniz ki, mürəkkəb isimdir və mürəkkəb isimlər apostrof S sondan götürür. Mənim, qaynanamın bağı. Bu düzdür. Today's news, today, tomorrow, yesterday, last week və s. Bunlar zaman vahidləri də apostrof S götürüb yiyəli hala düşür və heç vaxt cəmlənmir, tək olur. Düzdür. The boss's orders, bu da nə deməkdir? İsim əgər S ilə bitirsə, özü, boss, boss və s. Özü S ilə bitirsə, təzən üzərinə apostrof S əlavə edirik, düzdür. The BBC's news programs, BBC təşkilat şirkət adıdır və onlar apostrof S-lə götürür yiyəli halı. BBC-nin xəbər proqramları, bu da düzdür. Deməli, all of them, burada səhv yoxdur. 24 oldu. Nə variantı? A variantı. Sonra 25-i də izah edeyim. Find out the grammatically correct sentence. Qrammatik düzgün cavab istəyir. Most coastal cultures developed the canoe, but there are many variation in its designs. Bax, tərcüməsini deyim əvvəlcə, sonra qrammatikasını izah edeyim. Əksər sahil yanı xalqlar, mədəniyyətlər deyək də, kanoe hazırlayıbdı. Amma onun dizaynında, its design kanoedən söhbət gedir. Çoxlu versiyaları var. İndi many'dən sonra variations olmalıydı. Və its design olmalıydı. Deməli, A variantı səhvdir. Most coastal cultures developed the canoes, but there are much variations. Maçdan sonraki isim cəm ola bilməz. Variation'da sayılan isim deyil, ümumiyyətcə maçla işlənə bilməz. Most coastal cultures developed the canoe, bura kimi düz. But there are many variations in its design. Onun dizaynında çoxlu fərqlər var. Bu da düzdür. C variantı düzdür. Most coastal cultures developed the canoes, but there are many. Many'dən sonra cəm isim olmalıydı, variations olmalıydı. Bax, bu səhvdir. Most coastal culture developed the canoe. Mostdan sonra culture tək veribdir. But there are many variations in their design verib. Söhbət burada canoe'dən getdiyinə görə their ola bilməz. Deməli, cavab düzgün cavab C variantıdır. 26-ya baxaq.
26-da bizdən possessive case'in düzgün formasını istəyir. As night approached, the lone fox of vigilant eyes searched the shadows for food. Deməli, the lone fox of vigilant eyes. Gözlərin tülküsü, yoxsa tənha tülkünün gözləri? The vigilant eyes of the lone fox. Belə olmalıydı da. Deməli, bu variant səhvdir. Bizdən də düz istəyir. Sadəcə olaraq yerini səhv verir. Ofla veririksə, əvvəlcə aid olan isim gəlir, sonra sahib olan verilir. The eyes aiddir tülküyə. The eyes of the lone fox. Belə olmalıydı. Sonra B variantına baxaq. As the months passed, Emily influence reached every corner of the community. Emily influence. Deyir, aylar keçdikcə Emily'nin influensı. Yəni Emily insandır da, sıradan bir insandır. Belə olmalıydı. Demək ki, B variantı səhvdir. Bu da getdi. The commander's sudden signal, komanderin qəfil siqnalı to withdraw has made the soldiers upset. Geri çəkilməsi, qəfil geri çəkilmə əmri əskərləri məyus etdi. Komanderin qəfil geri çəkilmə əmri. Deməli, C variantı düzdür. Bizdən də düz istəmişdi. Sonra D-də səhv nədir? The agility of cheetahs surpasses those of most other large predators in the savannah. Çitaların agility of cheetahs surpasses those. Deməli biz bir qayda izah eləmişdik ki, əgər yəli halda olan iki ismi müqayisə eləyiriksə, burada agility təkdir deyə zən zətovdan istifadə edirik. Zousov yox, zətov olmalıdır. Səhv oradadır. Y variantında as the moon rose high in the sky, we noticed these boys. Bax, səhv buradadır. This-dən sonra boys cəmdir də. These boys olmalıydı, ona görə səhvdir. Cavab oldu C variantı. Sonra 27-yə baxırıq. 27-də bizdən səhv istəyir. Ahmed's unexpected bursting into tears surprised everyone at the dinner. Əhməd canlı isimdir də. Əhmədin qəfil göz yaşlarına boğulması. Qəfil möhkəmdən ağlaması deyək də. Bu düzdür. Tom St. James Brothers, hərənin öz qardaşı var. Çünki hərənin öz apostrofu var. Xəbəri cəmdir. I was called at the music contest. Bu da düzdür. The renovation of the house at Mr. Jackson's is nearly complete. At Mr. Jackson's. Mr. Mrs. Doctor və s. Bunlar apostrof s götürür. Heç vaxt cəmlənmir. Düzdür. Sonra after a few hours, a few'dan sonra isim cəm olmalıdır. Hours'ın apostrofu sonda verilməlidir. They reached an agreement. Bu da düz. Səhv istəyir də bizdən. Cavab budur. Səhv bax buradadır. A few'dan sonra cəm isim işlənir həmişə. Hours apostrof olmalıydı. Tomorrow's meeting, bayaq da dedim bu qaydanı. Tomorrow apostrof s götürür. Bu da düzdür. Deməli cavab D variantı. Sonra 28-ə baxaq. İnterneti söndürməyi unutmuşam. A positive case of the noun. We visited two shops of Mr. Graff's to find the perfect gift. Mr. Graff's. Deməli, burada of varsa Mr. Graff apostrof s olmalıydı. Yəqin ki, bilmirəm, Graff, yəqin ki, Graff'dir. S-dən bitən adı deyil. Digər variantlara baxaq. We stopped by the bakers. Bu heç vaxt cəmlənə bilmir. Çünki the butchers, the baker, the dentist və s. bunlar cəmlənmir. Həmişə apostrof s götürür. Burada səhv budur. Sonra Jürsayn. Bu düzüydü. Ay Allah. Yirmiyə baxırdıq da. 27-yə.
Hı. Ekranın kənarında bir yer var. Ora əlim dəyəndə həmişə çıxır oradan. Deməli bu düz idi. Hə, buradakı səhvi dedim. Yoxsa 28 izah elirdim mən. 28 üzürsən, bütün beynim qarışdı. Hə, 28. Baker apostrofesi olmalıydı. Graf apostrofesi olmalıydı. The dinner table's legs were scratched from years of use. Qanuna qalmış, qanuna qalmış. The legs of the dinner table belə olmalıydı. Çünki canlı isimdir. Sıradan bir canlı isimdir. Əlimizdə heç bir səbəb yoxdur ki, izah verək ki, table apostrofesi olmalıdır. Cansız isimdirsə ofla götürməlidir. After a few years at the sea, the Wilsons Z ilə verilib, təbii ki, cəm olmalıdır, düzdür. Bizdən düz istəyir, bəli. Her skills are more advanced than that of her colleagues. Burada da səhv nədir? İki yəli halda olan isim müqayisə olunursa, onlara aid olan isim nədir? Onun bacarıqları və kollegalarının bacarıqları. Bacarıqları müqayisə edirik. Və skills cəm olduğuna görə than those of verməliydik. Those of. Skill olsaydı, bəli, that of olardı. Cavab oldu burada çox güman ki, D variantı, bəli, düz istəmişdi bizdən. 29-a. Hansı cümlədə nominal phrase used inappropriately? Nominal phrase, phrase də birləşmədir, ismi birləşmədir və səhv istifadə olunub. The new shows shop downtown offers a wide variety of styles and brands. Burada ismi birləşmə nədir? Shoes shop. Və biz həmişə deyirik ki, əgər ismi birləşmə, yəni isimdən ibarət olan birləşmə, customs office, goods trains, scissors manufacturer, earnings report, adətən ikinci tərəfdəki cəmlənərsə, ikinci tərəfdəki isim cəmlənər, birinci tərəfdəki ismi tək götürürük. Bəs hansı halda birinci tərəfdəki, yəni burada shoes'dur, customs'dur, goods'dur, scissors'dur, earnings'dur, nə vaxt cəmlənə bilər? Özü, onun tək forması yoxdursa cəmlənir. Məsələn, customs gömrükdür, goods mal əmtədir, scissors qayçıdır, earnings qazan. Bunların heç birinin tək forması yoxdur. Amma shoe shop olmalıdır, çünki shoe tək götürülə bilir. Shoe tək götürülə bilir deyə, ona görə cavab A variantıdır. Shoe shop olur, shoes shop yox. Shoe shop olmalıdır. Sonra keçdik 30-a, bunu da izah edeyim. Növbəti dəfədən çalışacağım ki, əlim dəyməsin ekran kənarına. Find out the appropriate variant with a mass noun. Mass noun nədir? Sayılmayan isim. Humans stopped using stone because bronze and iron were superior materials. Materialdır, stone, daş. Daş materialdır, sayılmır. Bronze and iron, bunlar da metaldır, sayılmır. Deməli, birdə istifadə olunub. Bizdən sayılmayan isimlər istəyir. Oxygen, carbon, qazlar sayılmır. Iron, dəmir, metaldır, sayılmır. 2-də. Serious peace building efforts must begin while peacekeepers are doing right work. Work da iş sayılmayan isimdir. Düzdür, burada da var. This increase, bu artım, increase sayılmayan isimdir. Willingness, könüllülük sayılmayan isimdir. Və salam, work da sayılmayan isimdir. Deməli, 1, 2, 3, 4 bütün cavablarda sayılmayan isim var deyə cavab oldu 30 Y variantı.